sizə. Şapka. Bugün Baku TV-nin 8 yaşı tamam olur. Biz də bu gün münasibətilə həmkarlarımızı təbrik etməyə gəlmişik. Baku TV ənənəvi televiziya ilə rəqəmsal televiziyanın, onlayn televiziyanın fərqini indiki dövrdə, indiki rəqəmsallaşma dövründə nə qədər yüksək olduğunu sübut elədi. Mən artıq Baku TV-də 3 ildir ki işləyirəm və Baku TV-nin 8 yaşı olmasına baxmayaraq bu illər ərzində çoxlu işlər görüb və görürdüm. Azərbaycan teleməkanının ən gənc kanalı olan Baku TV-də işləməkdən çox məmnunam. Gənc sözünü ona görə vurğulayıram ki, əsasən gənclər işləyir burada və biz də öz təcrübəmizlə onlara kömək edirik və həm də o gənclərdən öyrənirik. Efir siyasətimiz xəbərdir, xəbər yönümlü verilişlər hazırlayırıq, xəbər buraxılışlarımız çoxdur və düşünürəm ki, tamaşaçılar artıq xəbəri eşitmək istəyəndə, xəbəri anında, son xəbəri bilmək istəyəndə Baku TV-ni axtarırlar, Baku TV-dən bilmək istəyirlər. Çünki ən doğru xəbərin ünvanı olaraq Baku TV televiziyalar arasında artıq öz yerini tutub və artıq tamaşaçı bir ordusu formalaşdırmışıq və ona görə də tamaşaçıları da təbrik edirəm, özümüzü də təbrik edirəm. İnşallah hələ Baku TV-nin neçə illər yaşını qeyd edəcəyik və uğurlarımız bir yerdə olacaq. Mən Baku TV-yə gəlişim demək olar ki, Vətən müharibəsinin başlanması dönəmlərinə təsadüf elədi və o zaman burada yaşanan həyəcanı, ümumiyyətlə heç vaxt insanın yaşamadığı bəlkə də bu hisslər bu gördüyü studiyada, burada newsroomda yaşanırdı. Artıq 8 aya yaxın bir müddətdir ki, Baku TV-də işləyirəm. Bu 8 ay ərzində Baku TV mənim həyatımda bir çox şey dəyişdi. Artıq hər yerdə Baku TV-ni görürük. İnformasiya mənbəyi kimi Baku TV seçilir və bu da məni çox qürurlandırır. Arzu edirəm ki, bu uğur davamlı olsun. Mən də Baku TV-ni ad günü münasibətilə təbrik edirəm.